bir insanda üstünlüklər görürsən, hansı ki o üstünlüklər səndə yoxdur. Sən mən də çalışım onu kimi üstün olum, o nemətləri əldə edeyim kimi düşünmürsən. Sən deyirsən ki, onda olan getsin, məndən də aşağı vəziyyətə düşsün. Bu da sənin içində olan həsəddən qaynaqlanır. Onun imkanı aradan getsin, mən ondan daha varlı olum. Onda olan uğur, onda olan sağlamlıq, onda olan övlad, onda olan bütün gözəl xüsusiyyətlər getsin, mən daha yaxşı olum. Onda olan nemətin alınmağını istəyirsən. Bunun ziddində isə qibtə var. Sən başqa insanda olan uğuru görürsən, istəmirsən onun əlindən getsin. Ancaq istəyirsən ki, səndə də o uğurdan olsun və yaxud da səndə daha çox olsun. Bu hiss qibtədir. Həsəddən fərqlidir və qibtə gözəl hissdir. İnkişafa, tərəqqiyə gətirir. Birində uğur görürsən, birində öz karyerasında inkişaf görürsən, birində cəmiyyət tərəfində sevgi görürsən. İstəmirsən bu şeylər ondan getsin. İstəyirsən səndə daha çox olsun. Həsəd isə geriliyə gətirir. Çünki sən onda olan neməti aradan getmək üçün şikayət eləyirsən, arxasınca danışırsan, onun pisliyini eləyirsən, qeybətini eləyirsən, onun barəsində şayələr və böhtanlar yayırsan və onu məhv eləyirsən. İnanclılar arasında da var, en qədər inansızlar arasında da var. Bu xüsusiyyət cinsə baxmır, irqə baxmır, ideologiyaya baxmır, insanın əxlaqına, heç nəyinə baxmır. Ən çox olur cəmiyyətdə tanınmış insanlarda. Çünki istəmirlər ki, kimsə bundan qabağa getsin. Bu faciədir. Yaxşı işlərdə yarışın. Bu nə deməkdir? Bir-birinizdən yaxşı işin getməyini istəməyin. Sən istə ki, qabaqda mən gedim. Bu gözəl bir hissi rəqabətə gətirib çıxardır.